pensiya yaşı Avropa ölkələrinə uyğun artırılır. 65 yaşda çıxır kişilər və qadınlar pensiyaya. O bəzən bizim millət vəkillərimiz var. Hətta onlar təklif eləyirlər ki, bir qədər də artıraq. Güya ki, Azərbaycanda orta statistik ömür 100 yaşdır. Bunlar deyirlər ki, bir qədər də artıraq. 65 yaş cavan görsənir onlara görə. Ona görə də təklif eləyirlər ki, bir qədər də artıraq. Avropa ölkələrindən, dünyanın digər ölkələrindən bura üz tutan pensiyaçılara baxanda, təqaüdçülərə baxanda. Elə bilirsən ki, onların 20-25 yaşı var, hansı ki 60 yaş üzərində olanlardır. Bizim pensiyaçılarımıza denən ki, get Türkiyədə istirahət elə, deyəcək, abala, başın xarab olur sən, nənən qurban, mənim istirahət eləyən vaxtımdırmı? Bir tikə pensiya alıram, qoy da onu oturum rahatcana evimdə yiyim. Yəni, bəzən bu müqayisə olanda siz başqa şeylərlə də müqayisə eləyin. Onların təqaüdçülərinin həyat tərzi ilə bizim təqaüdçülərin həyat tərzini müqayisə eləyin. Onların kəndləri ilə bizim kəndləri müqayisə eləyin. Bizim artıq qaynar xəttimiz donur. O qədər ki, qazla bağlı şikayət gəlir o qaynar xətt.